Hər kəsə salam. Keçən ay Fərid bəylə bir konsultasiyamız oldu. Mən burada məni narahat edən bir çox mövzulara toxundum. Bəli, mövzu çox dərin idi. Danışdıqca danışırdıq. Danışdıqca daha dərinlərə enirdik. Əsas məni narahat edən suallardan biri nə idisə, onu verdim. Burada da cavabını aldım. Sizinlə də paylaşmışam və düşünürəm ki, bu zamanda, bu dövrdə bir çox insanı narahat etdiyi suallardan biridir. Ancaq onu deyim ki, bu ərəfələrdə Fərid bəyin mənə çox köməyi çəkdi. Bəli, bu danılmaz həqiqətdir ki, hər çətinə düşəndə, hər qərar verə bilmədiyim o anda telefona yapışdım. Fərid, mənə yardım et. Belə bir mövzu var və mən çox çıxılmaz vəziyyətdəyəm. Doğru etdiyimi düşünürəm, amma ətrafdan elə reaksiyalarla qarşılaşıram ki, səhvəmmi, doğruyammı? Allahıma sonsuz şükürlər olsun ki, bir mütəxəssis gözü ilə, bir mütəxəssis fikri ilə danışdıqlarımın qarşılığında doğru olduğumun, amma daha dərinə enməli olduğumun, bu mövzularda böyüyən tərəfin mən olduğumun, amma mənim də bu böyümə prosesində Allahın bir çox insanları qarşıma çıxararaq sənə vermək istədiyi bir mesajı var dedi. Bu mesajı gör, anla, özünə sual ver və düşün. Artıq böyümək mərhələsindəsən. Bunlarla qarşılaşmağın və bu məqamlarda reaksiya göstərməyin, əsəbləşməyin, özündən çıxmağın çox normaldır dedim. Sanki üzərimdən bir ağır yükü qaldırdı. Hər cümləsinin əvvəli və sonu mənə bildirdiyi cümlə bu oldu. Allahına təşəkkür et, Allahına şükür et. Düşün gör. Mənim verdiyim milyonlarla sualların içərisindən birini özüm səsləndirib, xarakter koçu Fərid Seyfullayev də cavablandırsın. Əgər hər hansı bir sualınız varsa, mütləq bu videonun altında rəy bölməsində qeyd etməyi unutmayın. Və yaxud da Fərid bəyin özünə şəxsi yazaraq suallarınızı da yönləndirib daha ətraflı məlumat əldə edə bilərsiniz. Xarakter koçu Fərid Seyfullayevə ayrıca təşəkkür edirəm. Mənim əsas narahat olduğum mövzu nədir? Qarşımda tutaq ki, elə bir insandır ki, o mənim qırmızı cizgimdir deyək də. Yəni mən ona heç cür yox deyə bilmirəm. Ola bilər ki, onun fikri məni incidir, ola bilər ki, onun fikri mənim fikrimdən təzaddır. Ola bilər ki, o məqamda mən ona demək istəyirəm ki, mən bunu etmək istəmirəm. Mən bunu istəmirəm, amma deyə bilmirəm. Onun qəlbinə mi dəyər, ayda görməm haqqında nə fikirləşir deyə, sanki o qədər empati eləyirəm ki, bu məni narahat edir. Və yox demək istədiyim halda daxilən, yox deməyib, onu edirəm və bunun sonra məndə yaratdığı mənfiləri görürəm. Ya ruhsal olaraqmı, ya fiziki olaraqmı, yəni əməli çöktüyümü, əməli narahat olduğumu hiss edirəm və bir yerdən sonra deyirəm ki, axı bu sənə lazım deyildi. Yəni bunu özünə niyə etdin? Yəni bunu yox deməyi bacar da. Yəni lazımı yerdə, lazımı kəsə, bunu de. Mən elə bilirdim bunu bacarıram, amma anladım ki, mən bunu bacarmıramış. Bu məsələlər, yəni sənə aiddir. Yəni sən seçim edirsən, sən qərar verirsən. Ona görə də mərkəzə özünü qoymalısan. Yəni mərkəzə özünü qoymasan, artıq başqaları sənə təsir göstərər. Və o dediyimiz söz var, yəni sən heç kimə maraqlı deyilsən. Yəni ən əsas məsələ budur. Ona görə də mərkəzə özünü qoy və yavaş-yavaş yox deməyi öyrən. Yəni yox dedikcə artıq özünə enerji saxlamış olacaqsan, zamanın artacaq və daha fərqli düşünməyə başlayacaqsan.